Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hər zaman oğul övladı arzulamışam, çünki istəyirəm ki, öz yaşamadığım uşaqlığı ona yaşadım. Xəbər verilir ki, bu sözləri mexanaçı Balaəli deyib. Sənətçi qız və oğul övladı arasında fərq qoymadığını bildirib. Həmişə arzulamışam ki, oğul övladım olsun, amma istəmirəm onun taleyi mənimkinə bənzəsin. Nə ki həyata keçirə bilmədiyim arzularım var, istəyirəm hər birini oğluma yaşadım. Övlad arasında fərq qoymuram. Onu öpəndə gedib qızım dənizdə öpürəm ki, inciməsin, küsməsin. İfa edərkən oturmağın öz qaydası var. Xəbər verilir ki, bu sözləri APR müsahibəsi zamanı xanəndə Qəzəlxan Ağakərim Nafiz deyib. O bildirib ki, xalq artisi Alim Qasımov da ifa edəndə düzgün oturmur. Çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim. Ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O düz oturmur yerdə. Qafqaz xanəndəsi elə oturmaz. O İranlıların oturma formasıdır. O oturaq xalqlara aiddir. Biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq. Mən oxumağa başlayanda səfir kreslodan düşüb bizim kimi yerdə oturdu. Mən onlar üçün bir neçə əsər ifa etdim. Çıxanda da mənə dedilər ki, xarici pasportun var, dedim var idi. Vaxtı yenilənməlidir. Xülasə, pasport 2-3 gündə hazır oldu və mənim bununla da xarici səfərlərim başladı. Amerikaya qədər gedib çıxmışam, amma həmişə qabağımı kəsiblər. Məni burada başa düşən az adam var. Çünki işlətdiyim sözlər bir qədər qəlizdir. Amma İranda məni lap belə hambal da başa düşür.